Əbu Bəsir İmam-ı Baqir əleyhisselamın səhabələrindəndir. Əbu Bəsir nəql eydi İmam-ı Baqir əleyhisselamla varid olduğu məscidə. İmam buyurdu, Əbu Bəsir dayan bu məscidin ağzında. Səl hazən nasə, bu mərdumdan sual eləcinən, həl rəytum Əba Cəfərin, aya İmam-ı Baqiri görübsüz ya yox? Gözlü cəmaata, hamının gözü var, hamının ayğı var, hamının əli var, məsciddə namaz qılırlar. Amma nur-i vilayət bir alahi şeydir. O nur-i vilayətdir, Musanı zülmətdən qutarır və Musanın vücudunda o biyabanda hərarət yaradır. Dayandım qapıya, kullu mən dəxələhu, hər kəs məscidə varid oldu, ya məsciddən xaric oldu, səəltuhu, sual elədim ən Əba Cəfərin. İmamı sual elədim ki, həl rəeytə Əba Cəfərin, aya imamı görübsən? İmam-ı Baqir əleyhisselamı, Peyğəmbərin oğlun, qaləllah. Hər kəsdən sual elədim, dedi, yox görməmişəm. Hətta dəxələ Harunul məkfub, Harun bir kişiydi, gözlərinin ikisi də kör idi, varid məscid oldu. Sual elədim, ya Harun, həl rəeytə Əba Cəfərin, aya İmam-ı Baqiri görürsən? Qalə əleysə huvə biqaimin fil məscid, məgər məsciddə qiyamidə dayanıb namaz qılan imamdır. Kör ha! Nur-i vilayət bir alahi şeydir. Nur-i vilayətin qabağında pərdə yoxdur, tamam pərdələri yırtar. Əgər insan vaqiən özün təbəiyyəti Əhl-i Beyt əleyhisselamda dayandırsa, əleysə huvə biqaimin fil məscid, dedin, nəcür gördün imamı? Dedi, keyfə la ərə və huvə nurun sati, nəcür onu görməyim der halı ki, onun nuru aləmi bürüyübdir. Qur'an buyuruyor, la tə'məl əbsar və lakin tə'məl qulubəlləti fi sudurikum, ya qulubəlləti fi sudur. Kur'an buyuruyor, gözler kör olmaz, görer. Ama o göz işi var, kalp kör olar insanın sinəsində. Vaxtı ki günah ilə o kalp insanın sinəsində kör oldu, insan heç nəminə dərk eləməz. Bədbəxti yaranar. O halda gördüm İmam-ı Sadiq, İmam-ı Baqir əleyhisselam bir nəfərlə danışır. Buyuruyor, ma hal Raşidin, bir nəfərə sual eləyir, əhli Afrikadır. Ondan sual eləyir filanı, Raşid ki səndən həmkətlidir, onun halı nəcürdür? O da imamın cavabındadır, yəbnə Rəsulillah, yuqru'ukə səlam, səlam sənə göndərək, ya yəqru'ukə səlam. Mən çıxdım oradan, salam göndərdi məndən sənin xidmətüvə. Səhih idi, salim idi, hiç mərəz vücudunda yox idi. İmam buyurdu, rəhməhullah, Allah onu rəhmət eləsin. Yəbnə Rasulillah, matə, məgər ölüb? İmam buyurdu, bəli, bədə xuruc kəbə yevmək, 2 gün səndən çıxandan sonra bizim o dostumuz dünyadan getdi. Əbu Bəsir deyir, mən təəccüb elədim, bilənçi bir məqam, təəccübdə qalanda imam üzün tutdu mənə sarı, buyurdu, ya Əba Bəsir, bilginəm, vallah, la təxva ələynə şeyən min əmalikum. Əbu Bəsir, and olsun Allaha, bir zərrə əmalız bizim gözümüzün qabağından məxfidir. Nəhnu eynullah, biz Allahın gözüyü yeryüzündə. Nəhnu yadullah, biz Allahın əli yeryüzündə. Yəni biz vücudlarımız muttasildir o mədənə. Pərdə yoxdur. Və la yaxfa aleyna şeyun min əmalikum. Hiç